əzizlərim, Xırdalanda bu mənzildən bir dənə var idi. Onu satdıq, indi biri də təzə çıxıb. 3 otağa Perecelka, deməli, Xırdalan şəhəri 3 saylı məktəbin yanında. 13 mərtəbəli binanın yerləşir 5-ci mərtəbəsində. Binanın ön tərəfinə baxış o tərəfədir. Giriş hissəsindən başlayaq təqdimata. Əsas giriş qapısıdır. Bax, görürsünüz, giriş qapısı içəri daxil olanda burada yerləşir. Belə bir dekoru var. Bax, görürsən, qəşəng səliqəli. Əsas giriş hissəsində belə bir dekoru var. Burada uşaq otağı yerləşir. Uşaq otağına fortika düşür. Sanitar qovşaqda aksesuarları quraşdırılıb, hər birinin hazırdır. Asma taban yığılıb. Burada yerləşir evin yataq otağı. Belə bir səliqəli, təmirli, deməli, pərdəli, lüstrü yoxdur, lüstrü gedir. Qəşəng səliqəli yataq otağı var. Bu yataq otağından da balkona çıxmaq üçün yeridir. Belə bir balkonu var. Xırdalan şəhərində 3 saylı məktəbin yanında yerləşir. Ümumi sahəsi 62 kvadratdan ibarət. 62 də 64 kvadratdır. Buradan da evin qonaq otağına keçmək üçün yerdir. Belə bir qonaq otağı var. Bir dənə burada bir şey var, onu da gəlin deyəcəm yerində. Gəlin bura. Mən düzün danışıram qardaş, həmişə də elədir. Allah ruzusunu getirir düzün danışanlar. Və bura gerisi döşəmədir. Sadəcə bu mətbəx mebelinə, mən mətbəx mebeli demirəm. Gəlin düzündən. Çünki buna da aspirator bu təmir deyil. Qaz aspirator bu təmir deyil. Bunu dəyişmək mütləqdir. Və ev sahibi ilə də söhbət elədik. Danışdıq ki, qardaş, bunları dəyişəcəksən. O da bizə dedi ki, istəyər dəyişərəm, istəyər yenisini alıb qoyaram. Yəni bu da məndən sizə hədiyyə olsun. Binanın həyətidir. Bax, göstər həyətini. Geniş dayanacaq var, ehtiyat su anbarı yerləşir. Burada işıq generatorudur. Bütün yaş obyektlər uşaqların oynamaq üçün yer nəzərdə tutulub orada. Binanın aşağısında idman məktəbi var. Rahat market var. Araz market təzə açıldı. Oba, sonra bazar store, yeraltı dayanacaq. Təhvil verildi yeraltı dayanacaq. Hər şey var. Sadəcə bu evə lazım olan bilirsiniz nədir? Bir dənə bu mətbəx mebelini dəyişmək. Satış qiyməti 86.000 manatdır. Real alıcı ilə qiymətdə yerində razılaşma olunacaq. Sağ olun, salamat qalın.